Çinarə, sənin də hər vaxtın xeyir olsun. Bəli, sənin də vurğuladığın kimi 20 sentyabr Dövlət Suverenliyi günü, eləcə də Xankəndi günü kimi qeyd olunur və bununla bağlı olaraq Azərbaycan Xarici İşlər Naziri Azərbaycan xalqını təbrik edib və təbriklə yanaşı bəyanat yayıb. Həmin bəyanatda isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə necə əldə olunması ilə bağlı xronoloji ardıcılığı diqqətimizə çatdırıb və qeyd edib ki, Azərbaycan təkcə 2023-cü ildə yox, məhz 2020-ci ildə başlanan və 44 gün davam edən Vətən müharibəsində də zəfər əldə etdi və üç tərəfli kapitulyasiya aktına imza atdı. Bundan sonra isə dəfələrlə Ermənistan tərəfinə sülh prosesinin həyata keçirilməsi istiqamətində müraciətlər etdi. Ancaq təbii ki, bu alınmadı. Ermənistan tərəfindən müəyyən təxribatlar irəli sürüldü və bunun qarşısının alınması istiqamətində Azərbaycan ordusu təxmini olaraq 23 saat 43 dəqiqə ərzində bir əməliyyat həyata keçirdi və bu əməliyyatdan sonra qarşı tərəf ağ bayraq qaldırmaq məcburiyyətində oldu və ağ bayraqla yanaşı onlar tərk silah olunmalıydılar. Həmin silah sursatı ərazidə, Qarabağda tərk edib və ərazini tərk etməliydilər və belə də addımlar həyata keçirildi. Hətta Dağlıq Qarabağ adlanan ərazinin idarə edilməsindəki Ermənistan əsilli şəxslərin də həbs olunması prosesi Azərbaycan ordusu tərəfindən həyata keçirildi və həmin şəxslərin aylardır ki, məhkəmə prosesi həyata keçirilir. Onların dinləməsi qeyd olunur ki, onlar hansı Azərbaycan xalqına işgəncələri etmişdilər vaxtı ilə və bu istiqamətdə də şahidlər də dindirilir. Və qeyd eləmək istəyirəm ki, Azərbaycan 2023-cü il 19-dan 20-sinə keçən gecədə məhz qalibiyyət qazandı və ərazi bütövlüyümüz tam şəkildə bərpa olundu. Sənin də qeyd elədiyin kimi ölkə başçısı Prezident İlham Əliyev məhz elə 2023-cü ilin 20 sentyabr tarixində Azərbaycan xalqına müraciət edilərək təbrik etdi və Azərbaycan ordusunun nə qədər qətiyyətli, əzimli və möhkəm olduğunu diqqətə çatdırdı ki, biz illər sonra öz doğma torpaqlarımızı tam şəkildə bərpa etmişik və bundan sonra oktyabrın 15-də Xankəndində, Xocalıda, Xocavənddə Azərbaycan bayrağını dalğalandırdı, yüksəklərə ucaltdı və bir daha müraciət etdi ki, artıq Azərbaycan tam və bütövdür. Bundan sonra yenidən Ermənistan tərəfindən müəyyən təkliflər irəli sürüldü ki, sülh prosesi əldə olunsun, ancaq qarşı tərəf bunun yubanmasında çox önəmli idi və digər qonşu dövlətlər də var idi ki, bu məsələlərə qarşıdırdılar. Üçüncü şəxslər, təbii ki, hər dəfə Azərbaycan Xarici İşlər Nazirliyindən müəyyən bəyanatlar irəli sürülürdü ki, Azərbaycan və Ermənistan arasındakı məsələlərə digər üçüncü şəxslərin qarşıması düzgün deyil və təbii ki, artıq bu uzun çəkən proses 8 avqust tarixində Vaşinqtonda tam yekunlaşdı. Belə ki, Azərbaycan, Ermənistan və Vaşinqtonun üçlü bəyanatı ilə birlikdə sülh müqaviləsində paraflanması baş tutdu və bununla da yanaşı ATƏT Minsk qrupu ləğv edilməsi, eyni zamanda Ermənistan konstitusiyanın dəyişdirilməsi və ərazi iddialarının ləğv edilməsinə Azərbaycan nail oldu. Və bu kimi uğurlu siyasətə görə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Azərbaycan xalqını bugün üçün təbrik edir. Çatdıracağım məlumatlar hələlik bundan ibarətdir.